Tamam. İçi yumuşaq qalsa da üz qabığı çox quruyub. Yəni biraz soslu qalmalıdır, soslu qalmayıb. Ola bilər qalıb soyuyub ondandır. Amma biraz vaxtından çox pişirmişsən. Ən azından bu qaydada biraz ağımtı qalmalıdır üstü. Düşbərə keçində düşbərənin üstünə o avratlı qədər sos tökməməli idi ki, düşbərə seçilsin. Düşbərə görsənmir orada. Elə bil necə çox bərbad bir şey alınıb orada. Əvvəlsən salmaq istəməm mis kimi, amma reallığa deyəcəm. Yəni bu kaşadır, bu sunumlu bir şey deyil. Salat okeydir, yəni görünüşünə görə yaxşıdır, kök salatıdır. Bir də biz dadlandırmaq üçün nəsə yağdan, zeytun yağından ya limon drensindən qatıb biraz da paralaltı verə bilərdiniz. Keçək bura. Gəl, yaxın gəl. Okey, problem yoxdur. Birinci dəfədə yarışlardır. Ən azından nəsə istəyib eləsin. Amma bunu daha gələn dəfə daha bir uyğun variantını, daha bir yeyilə bilən variantını bu qaydada yox. Tamam. Steak yandırmışsan, vamxotda pişirməmişsən, içi bəkdir, üzü qızarıb. Yəni, projarkasından olmalıdır steaklər dərəcəsini. Ya, az pişmiş eləməlisin, ikisi sosunu qalsın, sunumda qəşəng görsənsin. Ya, çox pişmiş eləməlisin, üzü də qızarmalıdır, içi də pişməlidir. Aydın, içi pişib, okeydir, amma çox quruyub bu. Artıqlamasın, artıq pişib. Çöldə qalıb, bəli. Günahkar kimdir? Biz. Yumuşaqlığı da yoxdur, bunu görürsənmi? Qəşəng dizayn vermişsiniz, bəzək vermişsiniz, amma bilsən də steykin altına bu gedmir. Tamam. Biraz sadəliyə üstünlüyü verin. Bursa kebabı yaradıb, adamın Allahı var, bir dənə ətinin marinatını düzəltməyib, marinatdan öbəti. Peticin Alfredo. Bilməm, gülməli olan nədir? Yaxşı yaradıb, amma bunlar olmasaydı daha qəşəng olardı. Bunların yerinə bir dənə pendirlə dizayn versəydin, bu da artıqdır hətta. Pendirlə dizayn versəydin, daha ondan qəşəng görsənərdi. Salat rəngarəngdir, qəşəngdir, qab seçimdə düzgün eləmişsiniz. Yaxşıdır. Belə böyük qazandı yox, daha mini forma verib ağ tabaqda eləsəydi, rəngin seçilərdi. Çünki qabın içində də qırmızılar var. Sənin salatın o qədər gözə batmır. Amma ağ tabaqda eləsəydin, o rəngarəngli, yaşlı seçiləcəkdi, turpda seçiləcəkdi, kələm seçiləcəkdi. Aydındır. Əsas tabaq seçimini düzgün eləmək lazımdır. Məncə bu artıqdır. Yəni, əlimizdə var deyə hər şey istifadə eləmişik, məncə o artıqdır. Bu bulquru da daha biraz balaca variantda ətləri üstünə bu qaydada kres şəklində düşsəydi, daha qəşəng olardı. Salatın görünüşü yaxşıdır, əladır. Bu üstün soğuzu artıqdır. Çünki salatın tərkibində mayonez var, o soğuzu əlavə elə bilməliyik biz onun üstünə ki, dadını qaçırtma ehtimalı çoxdur. Qəşəngdir, təlimata uyğun hərəkət eləmişsiniz, turpun acılığını çıxarmışsınız, yaxşıdır. Şükümüz də yaxşıdır, sadəcə yenə deyirəm, üstündəkilər artıqdır. Bu nə formada olduğu görsənmir, yəni bu qədər abartılı yox. 2 dənə formada bu qaydada qoysayadıq, bu qayda ilə, üzr istəyirəm. Belə kos formada 2 dənə bu qayda ilə qoysayadıq, daha məqsədə uyğun olardı. Çemberə 50 dənə kotlet düzməkdənsə, 2 dənə qabda, ortasına düz, qırağına sosunu vurub qalsın. Boş tabaq. Aydındır. Qoz küküsü qəşəngdir, rahat çıxardıb, altda qızarıb, üstdə qızarıb. Qıraq formalarını ya kub-kub eləyərdiniz, ya paxlava şəklində kəsərdiniz, sərgəli şəkildə. Bunun belə qulaqları çıxmazdı buradan. Gələn dəfə inşallah bu nöqsanlarınızı aradan qaldırarsınız. Keçdik bura. Tabaq seçimi düzgündür. Sadəcə bu qıraqlar yəni artıqdır. Bunları bundansa toçka qoyub 3-4 dənə dekor verə bilərdik. Abartılıdır. Sən tabaqın qəşəng tabaq, düzgün seçim eləmişsən. Sadəcə bunların önce artırmışsan. Aydındır.
Bax, ondan daha qəşəng olur. Düydü. Düydü. Hə? Ekstra bir şey qatmamışıq ki. Sarı kök. Wow, sarı kök də var uşaqlar. Tamam. Ətimiz çox bəşdir. Üstü pişsə də içi pişməyib. Də bunu sənə necə yarım yeyilir? Də. Udma, iyi. Yiyilmir. Tamam uşaqlar, uğurlar hamıya. İnşallah bu sınaq yarışmamız idi. Gələn yarışmalarda görüşmək ümidi ilə. Uğurlar hamıya. Mən sizi motivasiyadan salmıram. Sadəcə səhvlərinizi deyirəm ki, gələn yarışlarda düzəltə biləsiniz. Hamımıza uğurlar.